Bilirsiniz ki, qiyamətin adlarından biri yawma tublas sarairdir. Sirlərin faş ediləcəyi gün. Baxın, bu günləri biz bir-birimizi zahirən tərifləyə bilərik. Amma qəlbimizdə və yaxud da pərdənin o biri tərəfinə keçəndə Allah eləməmiş kimi düşüncələrimizdə, əməllərimizdə bir-birimizə qarşı xoşa gəlməz niyyətlər, əməllər edə bilərik. Ayəyə diqqət edək, Adiyyat surəsinin 9-10-cu ayələridir. Ayə nə buyurur? Bu ayə onu göstərir ki, qiyamətin günündə sirlər faş ediləcək və sən kimin haqqında hansı düşüncədə olmusansa, Allah onu həmin şəxsin qarşısında faş edəcəkdir. Bax, ona görə də əziz möminlər, gəlin niyyətimizi hər halda pak tutaq. Ona görə də şəriətdə sui-zən küfrə bərabər günah kimi təhlil edilib, xarakterizə edilib. Allah az qala hər surə başı bizi sui-zəndən, yəni pis gümandan, bəd gümandan uzaq olmağı tövsiyə edir, bizə əmr edir. Çünki bir şəxsin haqqında etdiyin bəd gümana görə qiyamətin günündə səni üzləşdirəcəklər. Rəbbimiz sənin onun haqqında hansı niyyətdə olduğunu həmin şəxsə deyəcək. Qəlbdəki sirlər faş olacaq.